Salam, hər vaxtınız xeyir. Süni intellekt proqramçıları əvəz edəcəkmi videosunun ikinci hissəsi ilə qarşınızdayım. Və indi isə gəlin qaldığımız yerdən davam eləyək videomuza və bu dəfə isə edit bölməsinə qalmışdıq. Editdən artıq nə olduğunu və bundan sonra isə uygulamamızın necə işləyəcəyini, kod yazmadan necə işlədəcəyimizi özünüz görəcəksiniz. Gəlin indi isə davam eləyək videomuza. Növbəti dediyimiz bu edit hissəsində nədir? Edit hissəsinə gəlirəm. İndi isə edit hissəsinə klik etdim. Edit hissəsinə klik etdikdən sonra isə edit adından da görsəndiyi kimi nədir? Bir şeyi edit eləmək. Tamam mı? Edit hissəsinə gəlirəm. Editdə nə eləyə bilərik? Yəni kodumuzu daha da uzun uzadı kodlar olduğunu fikirləşin. Mən gəlirəm buradan deyirəm ki, editdən nələr eləyə bilərik? Bircə saniyə, bir dənə düşünüm. Mən gəlirəm bu kodu deyirəm ki, bunu seçirəm. Seçdiyim zaman görürsünüz. Bir də bunu bağlayayım. Mən buradan edit eləməyi seçdim kodumu. Edit elədikdən sonra deyirəm ki, bu kodun okunurluğunu arttır. Tamam. Yazdım, klik ettim ve gözləyirəm. Kodun okunurluğunu arttırmak için şu değişiklikleri öneriyorum. Bak bana yani yox mən yanlış şey seçdim. Mənə buradan hal-hazırda bu app.js-dən gəldi, örnəkləri verdi. Mən burada isə gəlirəm deyək ki, bunu seçirəm. Bunu seçdikdən sonra isə bax burada edit eləyərək, yəni buradakı editə klik elədiyim zaman buradan gəldim. Yəni mən az öncə buradakı bu JavaScript-i seçmişdim deyə, yəni buradan baxın bu şəkildə gəldi. Mən burada indi isə belə seçdikdən sonra editin üstünə klik eləyəndə deyirəm ki, bu kodun okunurluğunu arttır. Tamam. Yani bu düzdür, absurd bir şey oldu. Neyse klik ettim, gözləyirəm. Baxın okunurluğunu arttırdı. Mənə və belə isə belə bir şey gəldi. Accept və yaxud da ki reject hissəsi gəldi. Yəni qəbul etməyimi istəyirəmsə buradan gəlirəm. Görürsünüz artıq burada okunurluğunu mənə bir klasslar içərisində etdi falan filan. Yəni bu şəkildə etdi. Yəni reject etmək istəyirəmsə gəlirəm deyək ki reject etmək istəyirəm. Yəni qəbul etmək istəmirsənsə buradan bunu klik eləyərək, rejectə klik eləyərək hissə o şəkildə reject eləyə bilərsən. Yəni ləğv eləyə bilərsən kodunu. Tamam mı? Bu da bu şəkildə. Yəni edit də bu şəkildədir. İndi isə gələk baxaq görək. Yəni bax buradan da deyək ki, bir də onu demək istəyərdim ki, GPT-4o burada da kursorda saytda nə deyir? Yəni 4o mini, bir də ki kursor small agent moduna gəldik, keçdik. Mən deyək ki, gəlirəm buradan GPT-4o miniyə seçirəm. Buradan isə agent moduna gəlirəm, klik edirəm. Baxın mənə belə bir şey deyir. Ücretsiz, yəni sizdə yəqin ki GPT-4o-da limitsiz olmayacaq. Limitdən olacaq. Bir də ki onu istifadə eləmək üçün agent modunun nə olduğunu bilmirik. Onu da deyəcəm sizlərə. Agent modunu istifadə eləmək istəsəniz mənə belə bir şey deyəcək. Deyəcək ki model doesn't have good agent support yet. Yəni ki, belə deyək, bunu istifadə eləyə bilməyəcəksən. Tamam mı? Yəni agent modunda daha da yaxşı. Çünki agent modunun nə olduğunu göstərəcəm indi isə sizə. Tamam. İndi isə gəldik, keçdik. Artıq biz nəyə agent modunu da izah eləməyimi istəyirəm ki, tam olaraq az öncə dediyim kimi bütün hər bir şeyi silirəm. Yəni buradan gəlirəm, silirəm, delete eləyirəm. Ondan sonra isə gəlirəm bura. Buradan demək olar ki, yeni bir kursor, yəni bunun kimi yeni bir danışma hissəsi, bu chat hissəsini yaratmaq istəyirəmsə, gəlirəm buna klik eləyirəm. Buradan isə history bölməsindən görürsünüz əvvəlki etdiyim. Mən də indi hal-hazırda bir dənəsə etmişəm. Yəni hansısa qayıtmaq istəsəm, burada bu şəkildə yaddaşda durur. Yəni sən ona qayıdıb o şəkildə eləyə bilərsən. Gəldim buradan açdım. Buradan sonra isə indi isə mən artıq agent'ı, yəni bunu da Cloud 3.1 Sonnet-lə eləyəcəm. Yəni bunun özü hər bir şey işləyir burada. Yəni mən bütün işlərimi bununla eləyirəm. Bununla nə eləyəcəyik? Birinci növbədə dedik ki, to-do uygulaması eləyəcəyik. Yəni to-do list eləyək. Heç bir kodu biz yazmadan hər bir şey, hətta faylını belə öz yaradacaq. İndesə, HTML desə, CSS, JavaScript istənilən bir şeyi heç bir kod yazmadan qısaca biz bunu anlataraq detaylı şəkildə bizə kodumuzu yazacaq. Tamam. İndi isə gələk keçid alaq. Həmin bunu necə eləyəcəyik? Mən burada isə indi yazılanları Azərbaycanla tərcümə eləyəcəm. Çalışacağam ingilis dilində yazım. Həmin bu ingilis dilində yazdıqlarım da ki, yəni aşağıda yəqin ki açıqlama hissəsindən qoyaram. Yəni bunu da özünüz də videonu dayandırıb baxa bilərsiniz. Yəni bunları çalışın ki, çünki yenə deyirəm, ingilis dilində yazıldığı zaman ingilis dilində bilməyiniz, yenə deyirik, ingilis dilində bilməyimiz bizim işimizi artırır. Bizim projeyə kod yazmamızı sürətləndirir. Yəni bütün yapay zeka araçlarında ingilis dilində iş görməyimiz bizim işimizi 1-ə 5 deyək. Yəni artdırır. Amma yox, sən türk dilində də və yaxud da ki Azərbaycan da yazdığında bəzi şeyləri anlamaya bilər, bəzi şeylərdə problem verə bilər. Ona görə çalışın ingilis dilində yazın.
Tamam. İndi isə mən sürətləndirilmiş rejimdə çalışacağam. Burada yazdıqlarımı yazım. Yəni ona görə videonu sürətləndirəcəm bu hissəsini. Gəlirəm deyirəm ki, create deyirəm. Modern yaza bilsə, modern HTML, virgül CSS deyək ki, and JavaScript to do list application with the following, yani bunları structure. Şimdi hər birini Azərbaycanla tərcümə edəcəm. Tez yazın bu hissəsini sürətləndirim. Hə, axır ki yazdım, bitirdim. Qısaca onu demək istəyərdim ki, yəni burada yazılanları özünüz istəsəniz dayandırıb baxa bilərsiniz. Yəni çox çətin bir şey yazmamışıq. Yəni yazdıqlarım HTML, CSS və JavaScript-in edəcəkləri işləri yazmışam. Yəni burada da görürsünüz ki, birinci nə yazmışam? Demişəm ki, create a modern HTML, CSS, JavaScript to do list application with the following structure. Yəni ki, aşağıdakı belə deyək, şeyə uyğun olaraq HTML, CSS, JavaScript to do list proqramını yarat. Ondan sonra burada demişəm ki, an input file for adding new task, yeni tapşırıqlar əlavə etmək üçün giriş sahəsi yaratsın. Button to add task, buton əlavə etmə, yəni ki, düyməsi yarat. Ondan sonra yəni buradan da özünüz ingiliscə izah tez-tez deyim. Task list container, yəni ki, listələri, tapşırıq siyahısının konteynerini yarat. Filters all active complete, yəni ki, all active complete filteri yarat. Clear completed button, təmizləmə butonu yarat. Task counter, yəni ki, taskı sayan counter yarat, sayğac yarat. Ondan sonra gəlmişəm burada demişəm ki, bircə saniyə, yanlış demişəm. Yox, style UI UX mi yazım yoxsa UI yazaq. UI-ya yazaq, çünki hələ ki UI UX deyişlərimiz yoxdur. Demişəm ki, beautiful gradient background, gözəl gradient, yəni şəkildə olan arxa fon rəngini yaratsın. Card style layout yaratsın, kartın stilini demişəm, responsive design demişəm, mobil və yəni ki, mobil və belə deyək, kompüter ekranları üçün smooth animation, yəni smooth keçişlər animasiyası yaratsın. Bir də ki, font awesome iconu inteqrasiya etməsin demişəm. Ondan sonra demişəm ki, JavaScript-də hissəsini, yəni fonksiyonallığını demişəm. Add task with enter key or clicking the end button, yəni çox yanmadım. Yəni ki, enter və yaxud da ki, click butona, add butonuna klik olunduğunda, yəni ki, əlavə olunsun. Ondan sonra demişəm ki, mark task completed, incompleted, yəni ki, complete və yaxud da ki, incomplete, yəni şeyləri belə deyim. Yəni bununla anladınız özünüz. Delete task individual, yəni ki, delete eləmək üçün bir hissə yaratsın. Ondan sonra gəlirəm aşağıda show task, yəni counter, yəni ki, bu şəkildə demişəm, beləncə şəkildə clear completed task, yəni ki, ondakı bitir, bir də ki, clear complete, yəni bitmiş işləri clear eləmək üçün bir dənə hissə yaratsın. Tamam. Və bunları yaratdım artıq agent modunda, yəni mən eyni şəkildə agent modu nə olduğunu qısacası belə deyək. Agent modu bizim bir köməkçimiz kimi fikirləşə bilərsiniz. Yəni bu bir asistanımızdır bizim. Yəni terminalda yəni burada hal-hazırda dediyimiz bütün işləmləri bizim bir asistanımız, köməkçimiz kimi eləyir. Yəni sual vermək, tapşırıqlarımızı elətdirmək, yəni asistan nə iş görürsə eyni şəkildə, yəni biz hər hansısa bir artıq bizim nə deyiriksə, bizim öz kompüterimizdə məsəl üçün deyirik, nə demişəm, HTML, CSS, JavaScript fayllarını yarat. Yəni bu bizim özü bizə yaradacaq. Yəni bu da nə deyiriksə eyni şəkildə bizim dediyimiz işlərin hər birini eləyir. Tamam, uzun-uzun danışmayım. Artıq gəlirəm bunu mən send klik edirəm və gözləyirəm. Bu agent modunda yenə deyirəm bir qədər vaxt ala bilər. Yəni çünki bu işlərin hamısını tək-tək yerinə yetirməsi vaxt ala bilər. Ona görə bu gec olsa mən bunu sürətləndirəcəm bu hissəsini. Yəni özünüz də ekranda görəcəksiniz və gözləyirəm.
Və beləliklə hal-hazırda bitdi. Gəlirik birinci növbədə burada görün nə yazır. Mənə deyir ki, yəni burada edilən işlərin hamısını divdir, font avsum responsiv yaradıbdı, filter, kontrol falan filan hissəsi yaradıb, CSS yaradıb, JavaScript-də. Baxın, hətta mənə local storage-ə inteqrasiya da eləyibdi, yəni bu taskları. Ondan sonra Bitbutton, baxım görməyən biz dediyimizdən başqa bir şey, fərqli işlər yerinə yetirmək. JavaScript-dən local storage-imizi yaradır falan. Başqa da demək olar ki, yəni burada hər birini nə etdiyini tək-tək necə eləyəcəyimizi hər birini bizə deyir. İndi isə gələk görək kodumuza gələk baxaq. Gəlirəm buradan. Baxın, bir də burada belə bir şey var. Birinci faylları göstərim. Görürsünüz, fayllarda burada hal-hazırda hər biri olubdur. Sadəcə bu indi seçilmiş belə şəkildədir. Çünki nəyə görə? Mən hal-hazırda bunu accept edib etməyəcəyimi gözləyir. Yəni ya reward fayl eləyərək bunu silə bilərəm, accept eləyərək burada index.html-dən, yəni tək-tək faylın içərisinə gələ bilərəm. Bir də ki burada da var. Yəni bütün reject all verərəmsə burada bütün elədir. Yəni bütün fayllar, dosyaların içərisindəki işlərin hər birini ləğv eləyəcək, hamısını ləğv eləyəcək. Accept versəm hamısını qəbul edəcək. Yox, əgər tək-tək dosyanın içərisinə gəlib buradan mən gələrək belə accept eləmək istəyirəmsə, accept fayl verirəm, buradan deyirəm ki, bunu accept elədi. Ondan sonra gəlirəm JavaScript-ə, gəlirəm baxıram ki, JavaScript-də də bir şeylər yazıb. Bir qədər buranı mən kiçildim. Tam ekranda görsənsin deyə. Gəlirəm baxıram, burada da tamam hər bir şeyini eləyibdi. Gözümə bir şey sataşdı. JSON falan filan tamam. Ondan sonra baxın hər birini JavaScript-dən yaradıb. Gəlirəm CSS-ə də baxıram, CSS də eləyib. Yəni buradan da gəlib mən accept all deyərək bütün artıq hər bir faylı qəbul etdim. İndi isə gəlirəm, açıram bunu, baxım görüm necə işləyirmi, işləmirmi. Baxıram və görürəm ki, necə də qəşəng, yəni dediyimiz kimi, yəni nə demişəmsə, all active completed hissələrini yaradıb. Bizə bir dənə input sahəsi var. Tamam, burada demişdik ki, font avsum falan filan. Baxın görürsünüz, font avsumun hər birini əlavə eləyibdi. Necə görə işləyirmi? Deyək ki, dərs oxumaq. Dərs oxumaq. Gəldim, yazdım, enteri vurdum. Demişdik enter və yaxud da ki bu butondan. Deyək ki, ondan sonra dərs oxumaqdan sonra kod yazmaq. Kod yazmaq gəldi, butona da bastıq. Baxıram ki, hər bir də görürsünüz necə də smooth vəziyyətdə, yəni. Çünki mən nə demişəmsə, yəni burada nə demişdim? Keçidləri CSS-də demişdim ki, smooth animation adding or removing task dedim. Yəni bu keçid hissələrini smooth elə, yəni daha belə kaygan şəkildə eləyib. Ondan sonra gəlirəm, bir dənə də gəlirəm, deyirəm ki, dişlərimi fırçalama, ağlıma heç nə gəlmədi. Dişlərimi fırçalama, enteri vurdum, tamam. İndi isə gələk baxaq bura. Active var idi, completed vardı, bu vardı. Deyək ki, mənim işlərimdən indi bir neçəsini yazım. Matematik çalışmaq, şeir yazmaq, Gəlirəm bu şəkildə ya bir neçə dənə əlavə edirəm. Maşını təmizləmək. Ondan sonra beləcə bəsdir. Bunları yazdım. İndi isə gələk deyək ki, hər hansısa birini mən silmək istəyirsiniz. Üstdən gələndə silmək şəkli gəldi. Gəlirəm deyirəm ki, şeir yazmağı istəmirəm. Sildim. Gördünüzmü? Necə də qəşəng şəkildə silindi. Gəlirəm ondan sonra deyək ki, indi isə mən dərs oxumaq. Gəldim dərs oxumağa işarə qoydum, artıq bitirdim. Görürsünüz, üstündə xətt çəkdim. Kod yazmağı da bitirdim. Deyək ki, bundan sonra isə matematik çalışmağı da bitirdim. Deyək ki, etdim, tək gəlib işarə edirəm. İndi gəlirəm, baxıram. Baxın, burada hər biri şu anda all dediyimizdə hamısı görürsən. Etdiyimiz, etmədiyimiz, bitirdiyimiz, bitirmədiyimiz hamısı görürsən. Aktivə gəlirəm, baxın, aktivdə etmədiyim işlər hal-hazırda güncəldir. Onlar görsənir. Complete bölməsinə gəlirəmsə, görürsünüz, completeddə isə bitirdiyim hər biri bu şəkildə gəldi, bizə düşdü. Tamam. Bunu da etmiş olduq. İndi isə gələk buradan, bir də görürsünüz, burada baxın, clear completed də var. Yəni mən gəlib buradan clear completed-də klik etdim. Baxın, artıq clear completed, yəni completed-də düşdü. Clear completed dedikdə bütün o bitmişlərin hamısını sildi, təmizlədi artıq. Tamam, bunu da etdi. Yəni gördük ki, hamısı hal-hazırda işlər. İndi isə gələk burada bizə bir dənə dedi ki, local storage-a falan filan işlər görübdür. Gəlirəm, baxıram, görüm həqiqətən də dediyini eləyibmi? Gəlirəm, baxıram local storage-ə. Şeydə heç bir işini görmədim. Hə, tamam. Local storage-ə gəlirəm, baxıram. Baxın, local storage-də görürsünüz, buradan yaz. Biraz böyüdüm bunu. Bir qədər böyütdüm. Tamam. İndi isə baxın, görürsünüz ki, burada nələr var? 2 dənə hissə var. Mənə də nə veribdir? Özü local storage-ima hal-hazırda düşübdür. Yəni local storage-da nə olduğunu bildiyinizi qəbul edirəm. Gəlirəm buradan, baxın, diş fırçalamağa görürsünüz, bura fikir verin. Özü necə də mən demədən
Burada false şəkillər, yəni hal-hazırda bitməyibdi. Completed false. Mən bunu işarə qoyduğumda görürsüz, completed, yəni diş fırçalamaq bitdi. Gəlirəm yeni bir şey demək, məsələn, maşını təmizləmək. Enteri vurdum. Baxın, görürsünüz, avtomatik şəkildə, yəni bunu hətta mən yazmamışdım. Özü mənə beləcə qəşəng şəkildə gəldi, bunu etdi. Tamam mı? Yəni bu da bizim işimizi necə də asan. Yəni siz belə düşünün, bu şəkildə bu qədər kod yazacaq olsaydınız, sizin nə qədər vaxtınızı, nə qədər zamanınızı alacağınızı düşünün. Yəni görürsünüzmü? Bu şəkildə işinizi asanlaşdırdı. Buradan belə bir sual çıxır. Buradan yenə tələbələr deyir ki, bəs bu varsa mənə nəyə ehtiyac var? Yəni belə deyim gənclər, yəni buradakı indi deyək ki, sizdə təsərrümdə hal-hazırda bu şəkildədir. Gəldi sizin müdürünüz dedi ki, bunun dizaynını nə bilim, bunları bu şəkildə yox, burada yazılanları, bu alt-alta yox, yan-bayan 2 sətr, yəni grid yapısında olması. Sən də CSS-in nə olduğunu, necə olduğunu, yazıldığını bilməsən, deyək ki, tasarım dəyişdi də indi. İlla ki tasarım dəyişdi. Artıq burayla olmasını yazmırsan sən. Deyək ki, gəlirsən bunun etmək istəyirsənsə, necə edəcəksən? Artıq sən HTML, CSS bilirsən. Baxırsan ki, task listin içərisində gəlirsən CSS-ə. Gəlirsən CSS-dən task listi tapırsan, tamam mı? Task list, tamam. Task listi tapdıktan sonra isə burada nə etmək lazımdır? Deyək ki, display flex deyirsən. Yəni artıq buradakılar görürsənmi? Beləncə şəkildə yan-baya. Display flex yox, artıq bu sənin, yəni çünki sən bilirsən, deyək ki, grid template column, yəni bax burada görürsən özü mənə autofill min-max bu şəkildə mənə tamamladı və buradan beləncə şəkildə dizaynı, çünki CSS-i bilirsən deyə artıq dəyişikliyini ürəyin istədiyin kimi edə bilirsən. Və yaxud da ki, deyək ki, gəlirsən, yəni JavaScript-dən olsun. JavaScript-in də nə olduğunu bilirsən artıq sən. Onun üzərində dəyişiklik edirsən. Yəni sən bunu 3 ay, deyək ki, 10 günə, 5 günə yazacağın işi 5 dəqiqəyə yazdı. Artıq bunun üzərində dəyişikliklər, fərqli-fərqli dəyişikliklər etmək sənə qalıbdır. Tamam mı? Yəni bu da belə. Artıq video çox uzandı. Yəni bu videonu da burada bitirmək istəyərdim. Bir də onu demək istəyərdim ki, əgər bu video həqiqətən yəni mən istədiyim belə artıq istədiyim kimi bəyəni gələrsə, istədiyim kimi belə deyim yorumlar gələrsə, bu video sizlərin cəlb etdiyini görərəmsə, yəni onu demək istəyərdim ki, beləcə qısaca belə bir şey deyim sizlərlə. Əgər bu videoya söz verirəm, yəni əgər bu videoya 50 like gələrsə, 50 bəyəni gələrsə, artıq bu videodan bunun birbaşa veri tabanı, yəni ki, artıq siz backend belə bilmədən backend dərsləri üçün, yəni deyək ki, bunun tipdə bir işi yerinə yetirdiniz. Canlıya çıxartmaq üçün nə lazımdır? Çünki backend işlər lazımdır. Bu uygulamanın birəbir eynisini yenə də eyni şəkildə kod yazmadan backend vasitəsindən necə edə biləcəyimizi, harda belə deyək bizim məlumatlarımızı, çünki mən burada hal-hazırda baxın, gəlirəm buranı yeniləyirəm. İndi burada bu mənim şeydə qalır deyə, yəni burada lokal storage-ümə yaddaşında durur deyə. Ona görə burada bu şəkildə hamısı burdadır. Deyək ki, indi mən gəlib bunları buradan silsəm, gəlirəm bunu sıfırladım. Bax görürsünüz, yenilənib. Yəni artıq bir backend, yəni hətta biraz daha irəlilədib bunu bir giriş hissəsi, qayd olma, yəni kullanıcı deyək ki, istifadəçi giriş eləyəcək, istifadəçi hesab yaradacaq, hesabına giriş eləyəcək, onu yaradacaq. Yəni əgər yenə söz verirəm, 50 like gələrsə, yəni 50 like gələrsə, növbəti videonu onu çəkəcəm. Tamam mı? Ona görə də yəni sizlərdən də bu videoya 50 like gəlməz. 50 nə böyük bir şey ki. 3-5 dənə hərə 3-5 nəfər dostuna göndərsə, yəni 50 like-dan artığa gələcəkdir. Əgər sizin üçün də belə önəmli olduğu istəyərsinizsə paylaşın, hər kəslə paylaşın, hər kəsə bəyənsin, bu videonu cəlb edici olsun və mən söz verirəm, o növbəti olaraq birbaşa burada yazılanların hər birini heç bir veri tabanı, yəni belə deyək, backend bilmədən öz kodlarınızı, yəni məlumatlarınızı orada saxlayaraq çox basitcə bir qayda ilə onu sizə, yəni heç bir kursa getmədən artıq, kursda proqramlaşdırma öyrənmədən, hətta öz projenizi, yəni deyək ki, belə şəkildə fikirləşin, siz bir işlətmə də ola bilərsiniz, bir marka da ola bilərsiniz, özünüzə bir sayt yaratmaq istəyirsinizsə, o qayda ilə birbaşa o videoya baxaraq öz işinizi eləyə bilərsiniz, tamam mı? Və beləliklə bu gözəl olacağını düşünürəm, sizlər üçün faydalı olacağını düşündüyüm bu videonu çəkdim, bitirdim, sağ olun və əgər həqiqətən də yenə də deyirəm, bu videolar önəmli olduğunu düşünürsünüzsə,
Beğenin, paylaşın, dostlarınıza gönderin. Yəni ki, biz də, bizim kanal da inkişaf eləsin. Yenə deyirəm, bizim kanalın heç bir gəliri yoxdur, heç bir şey yoxdur. Yenə deyirəm, gəlir də istəmirəm. Sadəcə bu sahəni öyrənmək istəyən insanlara istəyirəm ki, heç bir zaman imkanı olmayan, vaxtı olmayan, evində oturaraq rahat şəkildə, yəni bu sahəni rahatçılıqla öyrənməyinizi istəyirəm. Çünki IT sahəsinin inkişafı həmin o ölkənin, həmin o belə deyək, gözəl Azərbaycanımın inkişafına səbəb olur. IT-dən geri qalınması, IT-nin inkişaf etməməsi, yəni mən bir çox sahənin geri qalmasını düşünürəm. Ona görə də çalışdığım qədər də sizlər də mənə dəstək olun. Düşünməyin ki, hə videoya bəyəni eləyəcəm, əzizə 1 milyon dollar gedəcək. İnanın ki, heç bir qəpik də gəlmir mənə. Tamam mı? Sağ olun, növbəti dərslərdə görüşənədək.